Salam, hörmətli həmkarlar və gələcək məktəb rəhbərləri. Xoş gördük hər birinizi. Mən Vəfa Kamilov. Bugünkü mövzumuz məktəbdə idarəetmənin növləri ilə bağlıdır. Əgər siz də idarəetmə imtahanlarında yüksək nəticə göstərmək və məktəb qanunvericiliyini dərindən öyrənmək istərsinizsə, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Hazırsınızsa başlayaq. İdarəetmənin növləri əslində bizə məlumdur, amma bir dəfə yenə baxaq. Mən dərslərimdə idarəetmə ilə bağlı həmişə bu məqamlara toxunuram. Belə deyək də, dərs prosesində istənilən bir mövzuda inteqrasiyalarımız olur da müəyyən mövzulara. Bu həm bizim yaddaşımızı yeniləməyə, həm söz bazamızı artırmağa köməklik göstərir. Ümumiyyətlə, sizə verilən, istənilən bir sualı idarəetməyə bağlamalısınız. Çünki siz gələcək rəhbər kimi fəaliyyət göstərəcəksinizsə də, o sualı bir idarə edən kimi, cavab verməlisiniz. Məktəb idarəetməsində uğur qazanmaq və sağlam iş mühiti yaratmaq üçün tətbiq edilən müxtəlif idarəetmə üslubları mövcuddur. Hər bir üslub rəhbərin qərar qəbul etmə mexanizminə, kollektivlə ünsiyyətinə və məsuliyyət bölgüsünə görə fərqlənir. Müasir təhsil menecmentində əsas aşağıdakı idarəetmə növləri fərqləndirilir. Aşağıdakı idarəetmə növləri var. Əslində, izah edəcəyim idarəetmə növlərindən demokratik, avtoritar, liberal idarəetmə ilə bağlı yəqin ki, çoxlarımız məlumatlıyıq. Amma müasir idarəetmənin tələblərinə uyğun olaraq yeni idarəetmə növləri də mövcuddur. Onlar haqqında da sizlərlə birlikdə nəzər yetirərik. Demək, demokratik idarəetmə nədir? Demokratik idarəetmə birgə idarəetmə növüdür. Demokratik idarəetmədə bilirsiniz ki, belə deyək, müəssisədə, məktəbdə hər bir iştirakçının fikri nəzərə alınır. Təhsil prosesinin iştirakçıları, yəni təhsil verənlər, təhsil alanlar və valideynlər təhsil prosesinin iştirakçıları sayılır və burada da hər birinin söz demə hüququ var və indi bəs söz deyir, fikir bildirir, harda və necə? Onlar haqqında da danışarıq. Demək, bu üslub müasir məktəb idarəetməsində ən effektiv yanaşmalardan biri hesab olunur. Xüsusiyyətləri hansılardır? Qərarlar tək başına deyil, pedaqoji şura, metodik şuralar və kollektivin rəyi nəzərə alınaraq qəbul edilir. Və burada valideyn komitələrini də deyə bilərik, əlavə eləyə bilərik. Rəhbər və müəllimlər arasında qarşılıqlı etimad əsas rol oynayır. İndi bir misal çəkim. Baxın, təhsil haqqında qanunda təhsil alanların, təhsil verənlərin, valideynlərin hüquq və vəzifələrində həmin hissədə, həmin maddələrdə bu iştirakçıların, təhsil prosesinin iştirakçılarının hüquqlarında göstərilir ki, idarəetmədə iştirak etmə hüququ var. Təhsil verənin də, təhsil alanın da, valideynin də idarəetmədə iştirak etmə hüququ var. Məsələn, bəs valideyn necə idarəetmədə iştirak edə bilər? Bəzən elə bilirlər ki, idarəetmədə iştirak etmə hüququ var dedikdə, yəni mənə bu suallar verilib də dərs prosesində yeni dərsə qoşulanlar, bu barədə sual verirlər ki, müəllimə, valideyn necə idarəetmədə iştirak eləyir? Valideyn idarəetmə deyəndə elə bilirlər ki, məsələn, nəsə tək başına valideyn qərar qəbul eləyə bilər, valideyn tutaq ki, nəyinsə də, belə deyək də, valideyn əmr kitabı, hətta belə deyirlər ki, valideyn əmr kitabımı yaza bilir, valideyn pedaqoji şurada mı iştirak eləyə bilir? Yəni, bu nə deməkdir tam olaraq? Baxın, pedaqoji şuranın tərkibində, dedik, pedaqoji şuranın tərkibi kimlərdir? Pedaqoji işçilərdir, məktəb üzrə valideyn komitəsinin sədridir, tibb işçisi varsa tibb işçisi və s. Valideyn komitəsinin sədri, məktəb üzrə valideyn komitəsinin sədri, bilirsiniz də, valideyn iclasları olur valideyn komitələrinin tərkibində. Orada valideynlər, belə deyək də, məsələ müzakirəyə çıxarır, bir məsələ üzərində müzakirə aparılır. Həmin oradan
öz iclaslarında qərar qəbul edirlər ki, pedaqoji şuraya bu məsələ haqqında təqdimat Valideyn Komitəsinin sədri tərəfindən təqdimat olunsun. Və Valideyn Komitəsinin sədri o valideynlərin sözünü, belə deyək də, axı orada qərar qəbul olunubdur, valideynlərin fikridir bu. O pedaqoji şurada müzakirəyə çıxara bilər valideynlərin fikrini. Və burada da pedaqoji şurada müzakirəyə çıxarıb bu məsələ ilə bağlı qərar qəbul edilir. Qərar qəbul edilir. Baxın, bu formada valideynlər də idarəetmədə iştirak elədi. Pedaqoji şura ali idarəetmə orqanıdır. Pedaqoji şura nə üçün təşkil olunur? Demokratikliyi təmin etmək üçün. Bəs niyə belə deyirik? Niyə deyirik ki, demokratikliyi təmin etmək üçündür? Çünki pedaqoji şurada hamı sözünü deyir. Hamının fikri nəzərə alınır. Qərar necə qəbul olunur? Hər kəsin fikri nəzərə alınaraq, səs çoxluğu ilə qərar qəbul olunur. Gördünüz, bu artıq demokratik idarə etmənin, belə deyək də, demokratik idarə etmənin xüsusiyyətidir. Belə desək daha düzgün olar. Bəzən belə bir sual da verilir. Deyilir ki, yaxşı, Valideyn Komitəsinin sədri hər şurada olmalıdır, pedaqoji şurada olmalıdır. Bəs valideyn tək olaraq dəvət oluna bilərmi? Müsahibədə belə bir sual verilib ki, valideyn fərdi olaraq, şəxsən pedaqoji şurada iştirak edə bilərmi? Bəli. Əgər onun evladı ilə bağlı hansısa məsələ müzakirəyə çıxarılacaqsa, fərdi şəkildə şagirdin adı çəkilərək orada məsələdə müzakirəyə çıxarılırsa da, həmin pedaqoji şurada valideyn iştirak etməlidir. Bəs valideyn səsvermədə iştirak edirmi? Xeyr. Məktəb üzrə Valideyn Komitəsinin sədri, bəli, səsvermədə iştirak edir. Bir də bir məqam var. İdarəetmə necə xarakter daşıyır? Məktəbdə idarəetmə necə xarakter daşıyır? Dövlət ictimai xarakterli olmalıdır. Bəs bu nə deməkdir? Elə bu danışdıqlarım həm də dövlət ictimai idarəetməyə misaldır. Necə ki, dedik, valideynlər də burada sözünü deyir, fikri nəzərə alınır, məsələ müzakirəyə çıxarılır. Sözsüz də, indi müəllimlər də öz yerində bunu zaten bilirik. Demək, bu dövlət ictimai xarakterli idarə etmədir. Elə dövlət ictimai xarakterli idarə etmə də demokratik idarə etmənin xüsusiyyətidir. Belə, xüsusiyyətlərini qeyd elədik. Üstünlükləri nədir? Kollektivdə motivasiyanı artırır, müəllimlərin məsuliyyət hissi gücləndirilir və məktəbdə yaradıcı mühit formalaşdırılır. Çatışmamazlıq nədir demokratik idarə etmədə? Qərar vermə prosesi vaxt apara bilər qərar vermə prosesi. Çünki məsələ müzakirəyə çıxarılmaq, orada qərar qəbul etmək, rəsmiləşdirmək və s. Bir də bayaq qeyd elədim, müsahibədə verilən suallardır, əvvəlki illərdə və yaxud da ki, elə yeni müsahibələrdə də verilə bilər bu sual. Yəni, müsahibə, bilirsiniz necə, müavinlərin işə qəbulunun, direktorların işə qəbulunda dəyişiklik var. Burada test mərhələsi götürülübdür. Onsuz da ki, bayaq da yekun qərar müsahibədən sonra olurdu. Test mərhələsində nə qədər bal toplansa da, müsahibə nəticəsinə uyğun keçirirdi də. Test mərhələsi keçid, müsahibə mərhələsinə keçid idi. Nəyi demək istəyirəm? Müsahibə mərhələsi yenə də testdə nələrdən sual düşürdü? Həmin sənədlərdən yenə sual verilə bilər müsahibədə və situasiya tipli suallar da ki, sözsüz ki, əsas sual sayı situativ suallara yer verilir. Bu cür sual sayı çoxdur. Bu da normal haldır da. Məktəbdə yəni bu hal baş verir. Çevik necə davranar, necə qərar qəbul edə bilər direktor? Bunun üzərindən suallar verilir. Yenə də sənədlər əsaslanır. Heç biri test mərhələsində oxuduğumuz sənədlərdən, yəni ki, uzaq deyil heç bir sual. Yenə də həmin sənədlərə əsaslanır və o sənədləri bilməliyik ki, biz verilən sualları qanunvericiliyə uyğun düzgün cavablandıraq.
Pedaqoq şurada qərar qəbul olunur. Qərar qəbul olunur. Sual verilir ki, pedaqoq şuranın qərarı əmrləşməlidirmi? Bəli, mütləq şəkildə. Əgər onunla bağlı əmr verilməyibsə də, deməli rəsmiləşməyib. Direktorun vəzifəsidir, borcudur ki, pedaqoq şuranın qərarlarını əmrləşdirsin. Pedaqoq şuranın qərarlarının icrasına, yəni həyata keçirilməsinə nəzarət etsin. Yəni bunun üzərindən tapşırıqlar verilsin, qərar qəbul olunub, tapşırıqlar verilib, o iş həyata keçirilməlidir. Sual verilə bilər, birdən bu qərarla razı olmadınız. Bunlar direktorlara verilir bu suallar. Birdən demək, qərarla razı olmadınız. Bəs onda necə? Yenə əmrləşdirərsinizmi, yoxsa qəbul etməzsinizmi? Xeyr, belə bir şey yoxdur. Demokratik idarəetmədə belə bir hal yoxdur. Qərar qəbul olunubsa, direktor onu qəbul etməli, əmrləşdirməli və həyata keçirməlidir. Və yaxud da həyata keçirilməsinə nəzarət etməlidir. Demokratik idarəetməklə bağlı bu qədər. Keçək avtoritar idarəetmə. İkinci idarəetmə növümüz avtoritar idarəetmədir. Avtoritar idarəetmə, yəqin ki, məlumdur çoxlarınıza. Bir də onu deyim ki, bu idarəetmə növləri fərqi yoxdur. Məktəbdə direktora da, müavinə, təşkilatçıya, nə bilim, və yaxud da müəllimlərə də aiddir. Müəllimlər sinifdə bu cür idarəetmə növündən istifadə edə bilər, müəllim olaraq. Direktor yenə onu kimi, müavin öz vəzifəsinə, öz əmək funksiyasına uyğun bu idarəetmə növlərindən istifadə etməlidir. Deməyim odur ki, fərqi yoxdur. Bu idarəetmə növü hər birimizə aiddir. Müəllim də idarə eləyəndir. Sinifi idarə eləyir. Valideynləri, sinifi. Direktor da, müavin də. Hər öz əmək funksiyasına uyğun olaraq. Avtoritar idarəetmə nədir? Əmrlərə və ciddi, belə deyək də, avtoritar idarəetmədə ənənəvi idarəetmə növüdür və direktor qərarları direktor qəbul edir. Qərar direktor tərəfindəndir. Yəni, burada digər işçilərin fikirləri nəzərə alınmır. Xüsusiyyətləri, bütün qərarlar yalnız məktəb rəhbərliyi tərəfindən qəbul edilir. Burada da qeyd eləmişəm. Kollektivin rəyi və ya təşəbbüsü minimuma endirilir. İcra və nəzarət mexanizmi çox sərt olur. Avtoritar idarə etmənin, baxın, ümumiyyətlə, bu idarə etmədən də istifadə etmək lazımdır. Yalnız demokratik idarə etməklə işləmək bu düzgün olmaz. Düzdür, demokratik idarə etmə bizim idarə etməmizdə üstünlüyü təşkil etməlidir. Amma yeri gələndə avtoritar idarə etmədən, yeri gələndə liberal, demokratik idarə etmədə üstün olmalıdır. Üstünlükləri nələrdir? Böhran və böyük idarə etmə xaosu anlarında tez və qəti qərarlar qəbul etmək üçün əlverişlidir. Ciddi nizam-intizam təmin olunur. Gördünüz, yəni avtoritar idarə etmə dedikdə bəzən qulağa xoş gəlməyə bilir. Amma mütləq şəkildə idarə etmənizdə avtoritarlıq olmalıdır. Baxır, nə zamanda? Bu daimi yox da. Burada da qeyd eləmişəm ki, böhran və xaos zamanı tez qərar qəbul etmək üçün əlverişlidir. Çünki burada tək direktor qəbul edir qərarı və vaxt aparmadan olur. Çaşmamazlıq nədir? Kollektivdə yaradıcılığı boğur, müəllimlərin motivasiyasını aşağı salır və iş mühitində gərginlik yaradır. Dediyim kimi, nizamlamaq lazımdır bunu. Liberal idarə etmə nədir? Liberal idarə etməni dedikdə tez bizim nəzərimizdə canlanır sərbəstlik. Yəni, işçilərin sərbəstliyi, pedaqoji işçilərin. Rəhbərin proseslərə minimal müdaxilə etdiyi idarə etmə üsuludur. Burada da qeyd eləmişəm. Xüsusiyyətləri nələrdir? Məktəb direktoru səlahiyyətlərin böyük hissəsini müavinlərə və müəllimlərə ötürür. Kollektivə tam sərbəstlik verir. Amma bunu hər kollektivdə eləmək olarmı? Xeyr. Hər kollektivdə avtoritarlıq olmaz. Hər kollektivdə demokratiklik olmaz və ən əsas da liberal idarə etməni
hər məktəbdə eləmək olmaz. Hər məktəbin, baxın, bir məktəblə digər məktəblərin idarə etməsi çox fərqlidir. Hərəsinin özünün mühiti var, quruluşu var, xüsusiyyəti var. Çünki onda da hərədə fərqli idarə etmə növləri olmalıdır. Bir direktor bu məktəbdə işləyir, burada başqa cür də idarə etmədən ən çox istifadə edir. Bu əsl lider direktordan gedir də, işini bilən direktordan gedir. Məsələn, 1 ildən, 2 ildən, 3 ildən, 5 ildən sonra yerini dəyişir başqa məktəbə, yer dəyişmə edilir başqa məktəbə, rotasiya olunur başqa məktəbə. Orada da ola bilsin ki, o mühitə uyğun başqa idarə etmə növlərindən istifadə edəcək. Yəni, buradakı idarə etmə ilə digər məktəbdəki idarə etmə bir olmayacaq. Mühitinə uyğun olaraq hər bir şey idarə etməyə təsir edir. İnfrastrukturdan tutmuş, maddi texniki bazadan tutmuş, oradakı təhsil verənlər, təhsil alanlar, ümumiyyətlə o ərazidəki icmanın fikri, quruluş, hamısına baxıb idarə etmənin növünü seçmək lazımdır. Demək, xüsusiyyətlərini dedik ki, liberal idarə etmədə məktəb direktoru səlahiyyətinin çoxunu verir müəllimlərə. Üstünlüyü nədir? Yüksək peşəkarlıq səviyyəsinə malik, özünü idarə etməni bacaran kollektivlərdə daxili sərbəstlik və innovativ ideyaların reallaşması üçün şərait yaradır. Görürsünüzmü? Ən başdan da qeyd eləmişəm ki, bunu bacaran kollektivdə, hər kollektivdə bunu bacarmır. Hər kollektivdə özünü idarə eləyə bilmir. Elə məktəblər var ki, orada direktorun, məsələn, bugün müəssisədə olub-olmadığı hiss olunmur. Çünki hər şey öz qaydasında gedir. Müəllim, müavin, təşkilatçı, uşaq birliyi, psixoloq və s. hamı, bütün işçilər öz işini bilir. Təsərrüfat müdürü də daxil olmaqla fərqi yoxdur. Yəni, bütün işçilər öz işini bilir. Direktorun o müəssisədə olub-olmadığı hiss olunmur. Bu, həmin müəssisədəki işçilərin xüsusiyyətlərindən asılıdır. Hər müəssisə belə olmur. Amma var belə müəssisələr, düzdür, çox azdır belə məktəblər. Amma var ki, o məktəblər, o proses özünü idarə edir. Oradakı işçilər özünü idarə edir prosesdə, özünü idarə edir. Yəni, məktəb mühitindəki tələblərə uyğun, belə deyək də, kollektiv özünü idarə edir. Vaxtında dərsdə olmaq, dərsdən çıxmaq, dərsə vaxtında gəlmək, hər kəs öz məsuliyyətində, məsələn, məşğələləri təşkil edir, dərnəyini təşkil edir, hərə öz işini görür. Kiminsə də o işçilərə nəzarət etməyinə ehtiyac yoxdur. Bu da siz insanların məsuliyyətindən və vicdanından irəli gələn bir şeylərdir. Hər işçinin, mən də işçiyəm, məsələn, sizlər də işçisiz, direktor da işçidir də, üst qurumun işçisidir, məktəbdə müəllim də işçidir, müavin də işçidir, məktəbdə direktora tabe olan işçilərdir. Yəni, hamı işçidir də. Hər birimizin vicdanımızdan asılıdır öz əmək funksiyamızı necə yerinə yetirməyimiz. Vicdandan asılı olan bir şeydir. Məsuliyyətdən asılı olan bir şeydir. Daxili mənəviyyatdan asılı olan bir şeydir. Ki, həmin insanlara ehtiyac yoxdur nəzarət eləməyə. O, öz prosesini, öz iş prosesini sərbəst idarə eləyir, tam uyğun, qanuna uyğun işini görür. Çatışmamazlıq nədir? Əgər kollektivdə nizam-intizam zəifdirsə, bu üslub məktəbdə xaos və nəzarətsizliyə, tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Dediyim kimi, nəzarətsiz işləyə bilən işçilərə aiddir. Məktəb mühitinin, məktəb prosesinin iştirakçılarına aiddir. Liberal idarə etməni tətbiq etmək olar həmin yerdə. Bu, ola bilər ki, bu demək, idarə etmə növü bəlkə də yeni qarşınıza çıxır. Transformasiya edici idarə etmə növüdür. Bu yanaşmada direktor sadəcə inzibatçı deyil, həm də vizyoner bir lider kimi çıxış edir. Burada transformasiya edici idarə etmədə direktor liderdirsə də alınan bir idarə etmə növüdür. Vizyoner bir lider.
Xüsusiyyətləri: məktəbin gələcək inkişaf strategiyasını qurur. Yeri gəlmişkən strateji idarə etmə də deyə bilərsiniz də. Strateji idarə etmə də deyə bilərsiniz buna. Məktəbin gələcək inkişaf strategiyasını qurur. Baxın, birdən strateji idarə etmədən sual verirlər. Transformasiya edici idarə etmə ilə strateji idarə etmə bir-birindən oxşardır, hətta eynidir deyə bilərik. Məktəbin gələcək inkişaf strategiyasını qurur, kollektivi böyük hədəflər ətrafında birləşdirir və müəllimlərin peşəkar inkişafını stimullaşdırır. Baxın, burada açar söz inkişaf strategiyasını qurur, gələcək inkişaf strategiyasını. Məsələn, strateji idarə etmədə rəhbər işçi, direktor gələcək 3 ilin planını qurur. Ən azı 3 il deyək də. Bu 5 ildə ola bilər, nə bilim də, indi yəni rəqəmlər daha da çox ola bilər. Amma ən az məsələn 3 illik fəaliyyət, 3 illik plan qurulur. Hədəflər müəyyən edilir. Hədəfə çatmaq üçün strategiyalar müəyyən olunur. Strategiyaları həyata keçirmək üçün direktor komandasını qurur. O strategiyanı həyata keçirmək üçün direktor komandasını qurur. Bu bir illik deyil, bir günlük, bir həftəlik, bir aylıq planlaşdırma deyil. Bu illərlə olan planlaşdırmanı bu idarə etmədə qururlar. Üstünlüklər nədir? Məktəb daim yeniliyə, islahatlara və yüksək nəticələrə doğru aparır. Müəllimlərdə gələcəyə inam yaradır. Dediyim kimi komandasını qurur. Lider idarə etmədir. Lider necə olur? Lider idarə edən necə olur? Hər kəsi özünə inandırmağı bacarır. Müəllimlərdə inam yaradır. Onları belə deyək də, həvəsləndirici tədbirlər görür də, onları elə bil ki, stimullaşdırır. Lider həm də komandasını ruhlandırmağı bacarmalıdır da. Sonra situasiyalı idarə etmə, şəraitə uyğun idarə etmə deyirik buna. Heç bir vahid şablona bağlı qalmır. Çevik idarə etmə yanaşmasıdır. Hər bir direktorda, hər bir müavində, hər bir müəllimdə bu idarə etmə növü bugünkü gün mütləq olmalıdır. Mütləq olmalıdır. Bugün ümumi təhsil haqqında qanunun maddə 3-cü maddəsini oxusaz, orada da görərsiniz ki, çeviklik prinsipi var. Ümumi təhsil sahəsində dövlət siyasətinin prinsiplərindən biri çeviklik prinsipi var. Çeviklikdə tez uyğunlaşma nəzərdə tutulur. Bu həmçində məktəb prosesində də bu situasiyalı idarə etmə növündə tez uyğunlaşma, çevik qərar qəbul edib çevik idarə etmə yanaşmasıdır. Xüsusiyyətləri nədir? Direktor mövcud vəziyyətə, problemlərin xarakterinə və ya qarşıdakı hədəfə uyğun olaraq gah demokratik, gah avtoritar, gah da transformasiya edici üslubdan istifadə edir. Ən yaxşı idarə etmə növüdür. Belə deyək də, tələbə uyğun, zamana uyğun idarə etmə növüdür, situasiyalı idarə etmə. Ən başda da dedim ki, bir idarə edən bir direktor, yeri gələndə avtoritar, yeri gələndə demokratik olmalıdır, yeri gələndə liberal. Bunlar situasiyadan asılı olaraq bunu tətbiq etməyə bacarmalıdır hər bir direktor. Sözsüz yenə deyirəm, sizə sual verilsə ki, idarə etmə necə olmalıdır? Birinci olaraq deyirsiniz ki, demokratik, amma sonra cavab verirsiniz ki, ümumiyyətlə idarə etmə növləri bunlardır, hansı ki, bayaq sadaladım və bu növlərin hamısından istifadə etməyi bacarmalıdır bir direktor, bir müavin, fərqi yoxdur. Müavinə də aiddir bunlar, müəllimə də aiddir bu dediklərimiz. Sonra üstünlükləri dəyişən təhsil mühitində və gözlənilməz hallarda ən praktik və uğurlu nəticə verən idarə etmə növüdür. Bunu da bax, yenə deyirəm, dedik axı, çevik uyğunlaşma, çevik nəzarət, dəyişən təhsil mühitinə. Bugünkü təhsil mühiti çox sürətli dəyişən təhsil mühitidir də, çox sürətlidir. Həmin məktəb prosesində bu sürəti görə bilirik, həm də ümumilikdə təhsil prosesində. Təhsil prosesi dedikdə, bilirsiniz də, yuxarı qurumların qərarları tez-tez
olan qarşılaşdığımız yeniliklər, tez-tez gələn tapşırıqlar, ani verilən tapşırıq və tapşırığın tez icrası. Bax, bunların hamısı üçün, bunların öhdəsindən gəlmək üçün çeviklik ən vacibdir. Belə. Demək, idarə etmənin növləri ilə bağlı bu qədər. Hər bir həmkarıma və yaxud da gələcəkdə direktor və yaxud da müavin kimi fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıram. Bu çətin və şərəfli vəzifədə hər birinizə uğurlar arzulayıram. Hələlik, inşallah növbəti videolarda görüşənə qədər nömrəmi YouTube kanalına yerləşdirmişəm. Əlaqə saxlamaq istəyən həmin nömrə ilə əlaqə saxlayır. Yenə nəzərinizə çatdırın. 050 859 34 81 nömrəsinin WhatsApp üzərindən daha çox əlaqə saxlamanızı belə deyək, xahiş edirəm. Zənglərə bəzən cavab verə bilmirəm. İş vaxtı olanda, işin çoxluğu ilə əlaqədar. WhatsApp üzərindən istədiyiniz vaxt günün hansı saatı olursa olsun əlaqə saxlaya bilərsiniz. Uğurlar.